Salam əziz 7-cilər. Yəqin ki, artıq məktəbdə Azərbaycan tarixindən 1-ci summativi yazmısınız. Çalışacağım ki, bu nümunənin üstündə sizə sualları ətraflı izah edeyim. Amma izaha keçməmişdən qabaq sizdən kiçik bir xahişim var ki, kanala abunə olasınız. Çünki bu kanalda çoxlu testlər paylaşılacaq, mövzular paylaşılacaq. Yavaş-yavaş 5-dən 11-ə qədər bütün mövzuların izahları olacaq. Kanala abunə olaraq, onu paylaşaraq dəstək olun ki, kanal daha böyük kütləyə çata bilsin. Demək, birinci sualımız belədir. Və bu sualları isə hər iki variantda izah edəcəm. Azərbaycanın hansı hissəsində İslam gec yayıldı? Təbii ki, burada Dağlıq Qarabağdır, amma variant yoxdur. Onda biz nəyi seçəcəyik? Azərbaycanın şimal-qərbində. Əkilməyən torpaqlardan vergi alınması dayandırılmışdı. Bilirsiniz ki, ərəb tarixi 3 dövrə bölünür. Peyğəmbər və xəlifələr dövrü, Əməvilər sülaləsinin dövrü, Abbasilər sülaləsinin dövrü. Xəlifə Əlinin dövründə ədalətli islahat keçirilmiş, əkilməyən torpaqlardan vergi alınmırdı. Keçək 3-cü sualın izahına. Xronoloji ardıcıllığı müəyyən edin. Cavanşirin hakimiyyətə gəlməsi 642. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705. Bəz döyüşü 837. Cavanşirin Bizans imperatoru ilə ittifaq bağlaması 654. Cavab olacaq 1, 4, 2, 3. A variantı. 4-cü sual. Cavanşirin Albaniyada hakimiyyət dövrünə aiddir. Hakimiyyət dövrünə aid olanı soruşur. Sərkərdəlik dövrünə aid olanı soruşmur. Albaniyanın daxili müstəqilliyini qoruya bilmədi, xeyr, qorudu. Sasanlərin paytaxtı Ktesiyon şəhərinin müdafiəsində iştirak etdi. Bəli, iştirak etmişdi, amma hələ hakimiyyətdə deyildi, sərkərdə idi. Paytaxtı Bərdədən Gəncəyə köçürdü, xeyr. Amma hakimiyyəti dövründə daxili müstəqilliyi qorumaq üçün Bizans, Ərəb, Xəzərlərlə sülh müqaviləsi imzalamışdı. 5-ci sual. Boşluğu doldurun. Demək, bilirsiniz ki, Abbasilər sülaləsi hakimiyyətə gələndən sonra vergilər artırıldı. Hətta Sasanilərdə olduğu kimi xəracı məhsula görə yox, torpaq sahəsinə görə almağa başladılar. Belə izah edim sizə. Tutaq ki, sizin torpaq sahənizdən bu qədərini əkə bilmisiniz. Amma Abbasilər deyirdi ki, əkilməyən torpaqlardan da vergini verin. Biz xəracı məhsula görə yox, torpağın sahəsinə görə alırıq. 6-cı sual. Sasani və ərəblərin köçürtmə siyasətində məqsədi nə idi? Sasanilər fars idi. Ona görə də öz etnik tərkiblərindəki xalqı köçürdürdülər. Ərəblər də ərəbləri. Yəni, burada öz mövqelərini möhkəmləndirmək və etnik dayaq yaratmaq məqsədləri var idi. Cavab 1, 3. D variantı. 7-ci sual. Xəzərlərin ərəblər üzərində qalibiyyəti ilə nəticələnmiş döyüşü müəyyən edin. Ərəb-Xəzər döyüşləri hansıları idi? Bələncər, Savalan, Hilat. Axırda ərəblər qalib gələ bilmişdi. Amma ilk döyüşlərdə Xəzərlər onları məğlub etmişdi. 8-ci sual. 6-cı əsrin ortalarında Dərbənd səddi inşa edilmişdi. Bəli. Vahid dil birliyi, vahid xalqın yaranma prosesini sürətləndirmişdi. Bəli. İlkin orta əsrlərdə Azərbaycanda Hun, Basil, Bulqar, Sabir, Xəzərlər məskunlaşmışdı, bəli. Amma Xostaq, Sasanilərin dövründə əsas məhsul vergisi idi yox. Torpaq mülkiyyət forması idi və şərt idi. Sasanilərin dövründə torpaq vergisi, bilirsiniz ki, xaraq idi. 9-cu sual. Məntiqi uyğunluğu müəyyən edin. Ərəblərin Azərbaycana hücumu zamanı Cənubi Azərbaycanın Mərzibanı İsfəndiyar, Şirvan və Dərbəndin hakimi isə Şəhriyar idi. 10-cu sual. Babək 838-ci ildə Samirə şəhərində edam olunmuşdu. Yəni, cavab C variantı. 11-ci sual. Albaniyanın varlığına son qoyulması 705. Kür döyüşü 662. Bəz döyüşü 837. 12-ci sual. Əməvilərin dövründə 725-ci ildə əhali və əmlaki siyahıya alındı.
Meyvə bağları, sənətkar emalatxanaları üzərinə vergilər qoyuldu. C variantı. 13-cü sual. Ərəb ağalığı dövründə Azərbaycanda olan torpaq mülkiyyət formalarını deyin. Divan, iqta, icma, vəqf, mülk. 14-cü sual. Mehranilər sülaləsi Albaniyanın Girdiman vilayətində hakimiyyətə gəlmişdi. Ərəb hərbi dəstələri üçün yaradılan hərbi məskənlər Rabat adlanırdı. Xəlifənin təyin etdiyi əmir yerlərdə mülki idarəçiliyi həyata keçirdirdi. Xristian və Yəhudilərdən cizyə adlanan can vergisi alınırdı. Azərbaycanda ərəblərin hakimiyyəti dövründə əsas vergi xərac sayılırdı. Yəni məhsul və torpaq vergisi. 15-ci sual çox sadədir. Avropada və Azərbaycandakı feodalizmi müqayisə eləyəcəyik. Bilirsiniz ki, Azərbaycanda feodalizm tez yaransa da gec dağılıb. Avropada isə gec yaranıb, tez dağılıb. Yəni 2. Azərbaycanda kəndlilər şəxsən asılı deyildilər. Avropada isə təhkimli idilər. Azərbaycanda feodalların xüsusi təsərrüfatı yox idi. Avropada isə var idi. Uşaqlar, video çox uzun olmasın deyə çalışıram ki, sürətli izah edeyim. Əgər fərqli formada izahımı istəsəz, rəylərə yaza bilərsiniz. Keçək B variantının suallarına. Sasanlərin dövründə hərbi xidmət müqabilində verilən şərti torpaqlar xostaq. İqta da şərti torpaqlar idi, hərbi xidmət müqabilində verilirdi. Sadəcə bu ərəblərin dövründə idi. İkinci sual. İnsanlar arasında əmlak bərabərliyinə və azadlığa nail olmağa çalışırdılar xürrəmilər. Üçüncü sual. Xilafət dövründə Azərbaycanda mövcud olmuş vergilərə aid deyil. Gezid. Çünki o Sasanlərə aiddir. Dördüncü sual. Cavanşirin hakimiyyət dövrünə aid deyil. Cavanşir hakimiyyətdə olduğu müddətdə daxili müstəqilliyi qoruyub saxlamışdı. Amma burada yazılıb saxlaya bilmədi. A variantı. Kür döyüşündə Xəzərləri məğlub etdi, Xəlifə Muaviyyə ilə görüşdü, Xəzərlərlə sülh müqaviləsi imzalandı, bəli. 5-ci sual. Xəlifə Muaviyyə Cavanşirə hansı güzəştləri etdi? O, Albaniyadan alınacaq vergiləri 3/1 qədər azaltdı və Albaniyanın daxili müstəqilliyinə toxunmadı. B variantı. Növbəti sual, 6-cı sual, bayaq dediyim sualda təkrar olunur. Köçürtməkdə məqsəd nə idi? Etnik dayaq yaradıb mövqeləri möhkəmləndirmək. Yəni 1-3. 7-ci sual. 725-ci ildə Əməvilər sülaləsinin dövründə əhali və əmlaki siyahıya alındı. Onlar meyvə bağları, sənətkar emalatxanaları üzərinə əlavə vergilər qoydular. 1-4. C variantı. 8-ci sual. Əmirin səlahiyyətləri nə idi? Bilirsiniz ki, xəlifələr əmirləri təyin edirdi. Onlar da yerlərdə mülki idarəçiliyi həyata keçirdir və ərəb hərbi qüvvələrinə komandanlıq edirdilər. 9-cu sual. Cavanşir 654-cü ildə Bizans imperatoru ilə ittifaq yaratmışdı ərəblərə qarşı. 10-cu sual. Bəs məğlubiyyətindən sonra Babəkin Araz çayını keçməkdə, arana gəlməkdə məqsədi o idi ki, Bizans imperatorunun köməyi ilə yeni qüvvə toplayıb ərəblərlə müharibəni davam elətdirsin. Amma bilirsiniz ki, Alban əsilli feodal Səhl ibn Sumbad onu ərəblərə satdı. 11-ci sual. 642. Cavanşirin hakimiyyətə gəlməsi. Bələncər döyüşü 653. Cavanşirin Bizans imperatoruna ittifaq bağlaması 654. 12-ci sual. Qərbi Avropadan fərqli olaraq Azərbaycanda kəndlilər təhkimli deyildilər. Feodalların şəxsi təsərrüfatı yox idi. Yox idisə bəli, cavab C idi. 13-cü sual. Xürrəmlərlə ərəblər arasında baş verməsin. Bələncər döyüşü Ərəb-Xəzər döyüşüdür. Keçək 14-cü sualın izahına. Cavanşir və Babəki Venn diaqramında müqayisə edək. Belə testləri etmək üçün tez bir tərəfə yazırıq Cavanşir, digər tərəfə də yazırıq Babək.
Xəzərləri məğlubiyyətə uğratmışdı Cavanşir. Ərəblərə qarşı müharibə aparmışdı hər ikisi. Bəzi döyüşündə qalib gəlmişdi. Babək məğlub olmuşdu. Xəlifə Muaviyə ilə görüşmüşdü Cavanşir. Xürrəmlər hərəkatının başçısı idi Babək. Keçirik son suala. 15-ci sualda boşluqları doldurun. Bu bayaqki variantda da var idi. Bir daha da tez-tez izah edeyim. Mehranilər Albaniyanın Girdiman vilayətində hakimiyyətə gəlib. Hərbi məskənlər Rabat adlanırdı. Xəlifənin təyin etdiyi əmirlər mülki idarəçiliyi həyata keçirdirdi. Xristian və yəhudilərdən alınırdı cizyə vergisi. Ərəblərin hakimiyyəti dövründə əsas vergi sayılırdı xərac. Uşaqlar, ümid edirəm ki, sizə köməyim dəydi. Gələcəkdə də summativ izahlarını izləmək istəyirsinizsə, mütləq kanala abunə olun, kanalı paylaşın. Gələn summativ izahlarında görüşərik.